Hamiləlik zamanı lazer epilyasiyası etmək olarmı? Bu sualı hamilələr mənə çox verir və cavabım çox vaxt xeyr olur. Nəyə görə? Çünki dünyada elə bir tədqiqat işi yoxdur ki, lazer epilyasiyasının hamilələr üçün təhlükəsiz olduğunu sübut etsin. Niyə risklidir? İlk növbədə onu deyim ki, hamiləlik müddətində orqanizmdə hormonal dəyişikliklər gedir və bu hormonal dəyişikliklər də dəriyə öz təsirini göstərir. Lazer epilyasiyası zamanı isə dəridə yanıqların, sonradan ləkələrin əmələ gəlmə riski çoxdur. Həmçinin lazer epilyasiyasının effektivliyi də hamiləlik müddətində çox az olur. Lazer epilyasiyasına hamiləlikdən sonra nə vaxt başlamaq olar? Hamiləlik bitdikdən, yəni doğuşdan sonra və laktasiya müddəti də bitdikdən sonra təxmini 1 il ərzində hormonlar sabitləşir. Hormonlar sabitləşdikdən sonra artıq lazer epilyasiyasını etmək olar. Süd vermə dövründə lazer etmək olar? Qeyd etdiyim kimi, süd vermə dövründə, yəni laktasiya müddətində də eyni problemlər yaşaya bilər qadın. Çünki hormonal dəyişikliklər hələ ki öz yerini tutmur, yəni sabitləşmir hormonlar. Ona görə də süd vermə prosesi də başa çatandan sonra lazer epilyasiyası etmək məsləhətdir. Lazer epilyasiyası uşağa mənfi təsir göstərə bilərmi? Xeyr, elə bir tədqiqat işi yoxdur ki, uşağın inkişafına və yaxud da onda qüsurların əmələ gəlməsinə səbəb olsun. Lakin dediyim kimi ilk növbədə ananın dərisinə mənfi təsir göstərir.